Məsələ burasındadır ki, diktatorlar müharibələri udmurlarsa və yaxud heç olmazsa neytral vəziyyətdə qalırlarsa, diktatorluqdan getməyə məcbur olurlar. Götürək Rusiya tarixi. Rus-Krım müharibəsi vaxtı 18-ci əsrin ortaları. 2-ci Aleksandr məcbur oldu Krımı tuta bilməyəndə ilk dəfə 2-ci Yekaterina qədər. Liberal dəyişikliklərə getdi. Yaxud Rus-Yapon müharibəsində 2-ci Nikolay yenə də Dövlət Duması birinci çağırışı çağırmağa məcbur oldu. Bugünkü Rus diktatoru müharibəni uda bilmir, Ukraynanı qazana bilmir, söz verdiklərini yerinə yetirə bilmir və təbii ki, Rusiya ictimaiyyətinə dediyi məsələlər də elə son günlər, məsələn, bu Tuapse, Perm, sonra Rusiyanın dərinliklərində 2000 kilometrə qədər, 1800, 1700, hər yerdə olanları Rusiya ictimaiyyətinə belə izah edir ki, bu Ukraynanın gücü deyil, bu Avropanın. Biz Avropa ilə müharibə edirik, biz Avropanı cəzalandırmalıyıq. Və həftənin 2 günü mən Belarus sərhədində oldum, belə deyək, xüsusi nümayəndə heyəti ilə. Və bu günləri Belarusiyada aktivlik var. Amma aktivlik şimal-cənub aktivliyi deyil, Ukrayna sərhəddi boyu deyil. Şərq-qərb aktivliyidir. Yəni Rusiya və Belarusun qərb sərhəddi, Baltikyanı ölkələr, Suval dəhlizi boyu. Və bu günlər Ukrayna prezidenti də bildirdi ki, Belarusiyada spesifik aktivlik var. Spesifik nə deməkdir? Ukrayna istiqamətində deyil. Çünki biz nəzarətdə saxlayırıq, yəni tam məsuliyyətlə bildirirəm ki, Ukraynaya bir quş da keçə bilməz Belarus tərəfdən. Məcaz deyirəm də, aydındır. Dövlət sərhəddi gözəl qorunur, hər şey nəzarətdədir, böyük rovlar, 6 metr, 5 metr, hamısı belə deyək nəzarətdədir. Amma Baltikyanı ölkələrin birinə, yaxud Polşaya və yaxud hər hansı bir ölkəyə hücumla həm media məkanında Putin məsələni eskalasiya edə bilir və öz ictimaiyyətinə çatdırır ki, biz təkcə Ukrayna ilə müharibə eləmirik ki, bunlar da üstümüzə gəlirdilər və bu Ukraynanın bacardığı deyil. Ukrayna kimdir ki, bizim yanımızda? Bax, ona görə Belarusiyada 20 min, mən başlayıram, üzr istəyirəm, 20 min Rus silahlı qüvvələri yığılmaqda davam edir. Kazarmalar tikilir, bu da var. Amma Ukrayna tərəfdə yox, bir daha bildirirəm, şərq-qərb istiqamətində. Yəni dolayısı da Belarus Ukraynanın şimalındadır, düz şimalındadır. Şimal-cənub istiqamətində yox, hərəkətləri, intensivlik qərb istiqamətindədir. Yəni bu müharibənin ola bilməsi deməli var və son günlər Rusiya media məkanında əgər biz bir şey eləməsək Kaliningrada... Nə deməkdir bu? Yəni Belarusdan birbaşa Ukraynaya cəbhə açmaq yox, Belarusdan digər Avropa ölkəsinə cəbhə açmaq? Belarus çox gözəl bilir ki, Ukraynalılar oradakı sərhədlərin, sərhəd qoşunları və digər bizim regular, yəni nə deyirlər ona, həmişəki ordu, daimi ordu hissələrimiz bildirirlər. Belarus balaca dövlətdir. Ukrayna üçün çox kiçik dövlətdir. Belarusun tutaq ki, neft zavodları, Mazorda, Grodno filan, balaca dövlətdə, kiçik dövlətdir. Ukrayna oranı diri yandırar. Biz yer gəlmişkən görüşdə də mən icra hakimiyyətinə çıxışda dedim ki, görüşsəz elə də deyil. Ki, biz nəinki Belarusu götürərik, hətta Kaliningrada gəlib çıxa bilərik. Bu Kaliningrad məsələsi Baltik dənizinin müəyyən mənada Finlandiya və İsveçin NATO üzvü olmasından sonra və faktdır, yəni bunu gizləməyin adı yoxdur. Baltik ölkələri üzərindən Ukrayna dronlarının Fin körfəzində Rusların neft doldurma stansiyalarına hücumu, Ust-Luga hücumu, Primorskaya hücumu Ruslar üçün müəyyən mənada bir media səbəbi verilmişdir. Onlar bildirirlər ki, bu günləri əgər biz bunun qarşısını almasaq, aydındır ki, Putin və onun komandası ki, müharibəni uduzur və indi tam sərbəst demək olar da, mətbəxt ailə səviyyəsində Putinin hakimiyyətdən getməsi artıq müzakirə olunur Rusiyada. Putin sərkərdə deyilmiş, Putin deyilən qədər də usta deyilmiş, Putin Rusiyanı qoruya bilmir, özünüz də görürsünüz, yəni media məkanında həmişə izləyə bilirsiniz. Bu tipli çağırışların qarşısını almaq üçün qələbə naminə yox, böyük müharibə naminə yox, haradasa 20-30 minlik kontingentlə hansısa bir ölkəni qorxudub bilərəkdən həm də
Qərbi Ukraynanı sülh sazişinə məcbur etmək istəyi ola bilər. Yəni belə ehtimal çox böyükdür.